Baxın əzizlər, birinci məsələ, bir dənə şuardan istəyirik başlayaq. Bu Azərbaycan şərəfli, Pəhləvi bir şərəfli şuarı var. Bunu biz işlədəndə nümayəndələr qapdılar, getdilər məclisdə başda oturdular, danışdılar. Bunu Azərbaycan şərəfli, Pəhləvi bir şərəfli filandı, bəhmandı. Birinci bu adamlara istəyirəm deyəm. Biz neçə ildir curbacur şuarlar veririk. Ana dili günüdür də, ana dilində mədrəsə olsun, ya nə mənə olsun ki, da indi üstün vurmuram. Bunların heç birisini eşitmədiniz. Götürdünüz, gətirdiniz, bunu eşitdiniz. Sizə bu sərf elədi, fəqət gətirdiniz, bunu eşitdiniz, bunu işlətdiniz. Azərbaycan şərəfli, Pəhləvi bir şərəfli. Qulağınızı yummuşdunuz o bu şuarlarımıza. Demək eşidirmişsiniz, əhəmiyyət vermirmişsiniz. Siz fikir eləyirsiniz, məsələn, bizlə yol bir oldunuz bu məsələdə. Yox, çarıxmayın. Əslən çarıxmayın. Biz bunu başa düşürük ki, siz neçə ildir çığırırıq, deməyə sözlərimiz var, siz eşitmirsiniz, amma bunu eşitdiniz. Bunu eşitməyiz, bunu görsətməyəcək ki, siz bizim sözümüzü eşitdiniz. Yox, bunu görsətməyəcək. Və biz də bu da öz növbəmdə deyirəm, mən bu şuarı heç vaxt işlətmərəm, heç yerdə də demərəm.